Salam, hörmətli tamaşaçılar. İbn-Üs TV efirdədir. Vətəndaş mövqeyinin qonağı psixoloq, pedaqoq, uşaq inkişaf mütəxəssisi Mənsura Qəhrəmanovadır. Salam Mənsura xanım, xoş gəlmisiniz. Salam Gülşən xanım, təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ olun. Sağlamlıq imkanları məhdud uşaqlar üçün riskli və xüsusi internet məktəbində çalışırsınız. İnklüziv cəmiyyətin formalaşması nə deməkdir? İnklüziv ingilis sözündən tərcümədə daxil edən, əhatə edən deməkdir. İnklüziv cəmiyyət nə deməkdir? İnklüziv insanların bərabərliyi. İnklüziv insanlar kimlərdir? Burada fərqi yoxdur. İstər sağlam, istər qeyri-sağlam, iqtisadi, sosial baxımından asılı olmayaraq, qoca, yaşlı, cavan, gənc, bunlar hər birinin bərabər hüquqluğudur. İnklüziv təhsil nədir? İnklüziv təhsil isə dediyimiz kimi inklüziv cəmiyyətə keçid inklüziv təhsildən başlayır. İnklüziv təhsil əgər bizim təhsil ocaqlarında inkişaf edərsə, əlbəttə ki, cəmiyyətdə də inkişaf edəcəkdir. Buna görə də son illərdə bizim təhsilimizdə inklüziv təhsilə daha çox üstünlük verilir. Əlbəttə ki, bunun adaptasiya olunması çox çətin oldu bir neçə illərdir. Çünki həm müəllimlər buna hazır deyildilər ki, inklüziv təhsili bir yerdə bərabər hüquqlu uşaqları adaptasiya edə bilmirdilər. Burada inklüziv uşaqlar necədir? Həm sağlam uşaqlar, həm qeyri-sağlam, məhdudiyyətli və məhdudiyyətsiz uşaqlar. Bunların bərabərliyi bir yerdə, məsələn, valideynlər narahat idi ki, mənim uşağıma digər uşaq mane olur. Tutaq ki, autizm spektr pozuntusu olan uşaq mane ola bilər. Onun hansısa ki, bilik zəkasının formalaşmasına və müəllimlər də hazır deyildilər. Amma son zamanlarda məlum məsələdir ki, artıq müəllimlərimiz təkmilləşiblər. Ona görə də bərabər hüquqluluq zaman-zaman formalaşır ki, bu təhsildə öz faydasını verir. Məhdudiyyəti olan uşaqlar cəmiyyətdə normal uşaqların içində olub oxusalar daha çox sosial olarlar. Əvvəllər belə idi ki, hətta valideynlər özləri belə məhdudiyyətli olan uşaqlarını gizlədirdilər. İstəmirdilər ki, hansısa məktəbə getsin, kimsə onu görsün. Qapanma yaranır, aqressiya yaranır və onlar öz digər sağlamlıqlarını itirirdilər. Bunda təbii ki, valideynlər yaradırdı. Ona görə də inklüziv təhsil bu baxımdan çox yaxşı bu uşaqlara dəstək olur. Onların potensiallarını, bacarıqlarını ortaya çıxartmasına kömək olur. Həm asosial olmurlar, yəni uşaqlar içərisində sosiallaşırlar. Eynilə sağlam uşaqlar da o sinifdə o uşaqları adi uşaqlar kimi qəbul edirlər. Bildiyimiz kimi bir çox dahilər də məhdudiyyətdə olublar. Məsələn, Einstein, Thomas Edison, Newton, yəni bunların hardasa alim tərəfləri üzə çıxıb. Yəni belə bir insanların məhdudiyyəti varsa da, demək ki, bunun bir güclü tərəfi də var. Məsələn, mən görmə məhdudiyyətli uşaqlarla işləyirəm. Onların duyğu orqanlarından biri görmə məhdudiyyəti olsa da, amma onların elə bir güclü art yaradıcılıqları, hissiyatları var ki, yəni digər hissiyat orqanlarında üstünlük təşkil edir. Onlar inkişaf eləyirlərsə, hansısa istedadlı bir insana çevrilə bilirlər. Məsələn, bizim məktəbimizdə də eyni ilə bu il şagirdlərimizdən Rəvanə Ağamirova prezident mükafatçısı, o konservatoriyaya daxil oldu. Digər şagirdlərimiz hər biri digər fərqli prestijli universitetlərə daxil olublar. Yəni bunlarda inkişafı potensialları üzərində düzgün formalaşdırmaq lazımdır. Məhdudiyyət əngəl tanımır deyiriksə, fərdin inkişafı üçün hansı dəstək göstərilməlidir? Məhdudiyyət əngəl tanımır. Yəni təbii ki, bu məhdudiyyətli insanlar öz təcrübələrini, öz əzmkarlıqları üzərindən özlərini təsdiq eləyirlər. Yəni təbii ki, bu da hər ailədə baş vermir. Dediyimiz kimi valideynlər bunu gizlədirlər. Təhsil ocaqlarında məsələn bunu çox da yaxşı qarşılamırlar əlil insanları, məhdudiyyətli insanları. Ona görə də biz də üzərimizə düşən vəzifə borcumuza görə çalışmalıyıq ki, hər zaman o uşaqların üzərində öz potensialları üzərində çalışaq, onları düzgün formalaşdıraq, şəxsiyyət olaraq formalaşmasına düzgün yöntəm verək. Bu baxımdan da bizim cəmiyyətimiz yaxşı inkişaf eləyər. Məktəbdə çox deyil uşaqlar. Bəli, bizim məktəb demək olar ki, 300-dən çox şagird oxuyur. Onun çox hissəsi, deyərdim bəlkə 50% ümumiyyətlə görmə məhdudiyyətlidirlər. Görməyən uşaqlar əlbəttə ki, Braille əlifbasından təhsil alırlar. Onlar əl hissiyat, dediyim kimi, onlarda elə bir güclü hissiyat var ki, əl hissiyatından onu oxuya bilirlər. O hərfləri də hiss eləyirlər əllərindən. Psixologiyada şəxsiyyət tipləri nə deməkdir?
Psixologiyada şəxsiyyət tipləri dedikdə, ümumiyyətlə psixologiya adından bəlli olduğu kimi psixa, ruh, logos, logiya isə elm deməkdir. Psixologiya ruh haqqında elm. Bəli. Yəni ruh haqqında elm dedikdə biz insanın dünyaya gəlişində, yaradılışında onun hər hansı bir xarakteri, formalaşmasını görürük. Bunun üçün də məsələn insanlar iki tipə ayrılır Junga görə. İnsan dünyaya göz açarkən introvert və ekstravert olaraq dünyaya göz açır. Burada introvert nə deməkdir? Introvert daxilə yönəlik, ekstravert xaricə yönəlik. Yəni adından bəlli olduğu kimi insanlar qapalı və xaricə yönəlik olurlar. Sonradan isə Alman əsilli psixoloq Hans Eysenz ambivert yaradıb ki, bu iki tip insanın formalaşmasından daha yaxşı inkişaf eləyərlərsə ambivert ikisinin bir ortağını yaradıb. Yəni ambivertdir. Daha sonra psixoloqlardan sonra profiling sistemində 8 tip psixotip vardır. Bunlar hansılardır? İsteroid, epileptoid, paranoyal, şizoid, həyəcanlı, depressiv, kədər, emotiv. İsteroid tip insanlar hansılardır? Onlar liderlik qabiliyyəti olur. Hər zaman öndə olmağı xoşlayırlar. Sonra gəlir epileptoid. Epileptoid insanlar isə aqressiv və sərt davranışları ilə seçilirlər. Bir çərçivədə disiplinli insanlardır. Hətta ətrafdakı insanlara o qayda qanunlara riayət etməyi tələb eləyirlər. Sonra gəlir emotiv insanlar. Emotiv insanlar hansı insanlardır? Hissləri ilə yaşayırlar. Məsələn, ətrafdakı insanlara çox fədakarlıq edirlər, hətta özlərini belə düşünmürlər. Paranoyal insanlar isə necədir? Hər zaman özlərini həyəcanlı, narahat. Yox, həyəcanlı insan tipi artıq özü həyəcanlı insandır. O deyir, hansı ki bir iş görəcəksə yüz ölçür, bir biçir. Bu həyəcanlı tiplərdir. Depressiv kədər isə necədir? Onlar hər zaman elə bir ki, həyatlarını negativ üzərində qururlar. Öz pozitivliklərini negativ düşüncələri üzərindən. Hər şey elə bir ki, sonuncu pis tərəfini düşünürlər, nəinki yaxşı tərəfini. Ətrafımızda hər cür insan var əslində. Bəli, hər cür insan var. Yəni bu psixotiplərə görə 8 tipin hərəsindən biraz insanlarda ola bilər, amma əsasən biri dominant olaraq götürülür ki, yəni insan hansı tipə məxsusdur. Yəni o tiplərə görə də insanı müəyyənləşdirmək olur da, xarakterinə görə tanımaq olur. Sigmund Freydə görə insanın modelinə görə 3 hissədən ibarət olur. Məsələn, idi, ego və superego. Burada id nədir? İd insan ana bətninə düşdüyü andan onun formalaşması, ata-ananın ideal məni insanın ididir. O ta gəlir 3 yaşa qədər insan idinlə qalır. İdi nədir? İnstinkt olaraq hər şeyi, o bacarıqları, yəni Allah tərəfindən verilmiş və ata-anasının ideal məninin birləşməsi id. Bununla yəni uşaq formalaşır. 3 yaşa gəlib çıxır. 3 yaşdan sonra artıq nə baş verir? Burada ego yaranır. Ego artıq insan öz mənini tanıyır. Ego mən deməkdir. Mənini tanıyır və məni üzərindən artıq nə edəcəyini bilir və formalaşır. Bundan sonra isə artıq superego gəlir. Superego nədir? Superego isə ailənin, cəmiyyətin, mental dəyərlərin ümumilikdə birlikdə elə bir ki, insanın özünün düşüncəsinə uyğun formalaşdırdığı bir tərəfdir deyərdim. Yəni burada əlbəttə ki, insan idinlə qala bilməz. İdinlə məsələn cansız canlı, digər canlılar, heyvanlar məsələn idinlə qalır. Çünki onların şuuru yoxdur. Allah insanlara şuur verib digər canlılardan fərqli olaraq. Yəni o şuur da artıq 3 yaşdan sonra formalaşır. Buna görə də insanlar egosu hər zaman olması normaldır. Bəzən deyirlər ki, insan egosu yüksəkdir. Yəni ego yüksək o deyil. Egoistik tamam başqa şeydir. Ego başqa bir şeydir. Əgər insanın egosu mənə olmasa, əlbəttə ki, o şəxsiyyət kimi özünü hardasa təsdiq eləyə bilməz. Eləcə də ki, superego, yəni onun irqindən, dinindən asılı olmayaraq, onun mentalitetidir, dəyərləridir. Yəni hansı ölkədə yaşayır, onun superegosu elə formalaşır. İnsan olaraq 3 hissədən ibarətik. Bədən, ruh və zehin. Biz məsələn, əgər bizim ruhumuz yerində olması üçün nə etməliyik? Məsələn, düzgün addımlar ataq, hər hansı bir işi layiqincə yerinə yetirmək üçün biz zehnimizi inkişaf elətdirməliyik. Yəni zehin bizdə varsa, biz onu düşüncə qabiliyyətimizlə nəyisə bir məqsəd qoyarıqsa, onu əldə etmiş olarıq. Yəni insan olur ki, həyatda elə bir çətinliklərlə qarşılaşa bilər. Bu zaman insan o düşüncəsini yaxşı tərəfə yönəltməsə, əlbəttə
əlbəttə ki, burulğan içərisində qalar və orada o burulğanda elə bir çıxış yolunu tapa bilməz. Ona görə də hər zaman çalışmaq lazımdır ki, insan öz zehnini düzgün istiqamətləndirsin və ruhunu incitməsin. Əgər bizim ruhumuz inciyərsə nə baş verər? Ruhumuz inciyərsə təbii ki, artıq bədəndə özünü göstərəcək. Hər hansı bir narahatçılıqlar, xəstəliklər özünü göstərir. Hər hansı bir xəstəlik gəlib çıxarsa, biz düşünmək lazımdır ki, görürsən bu xəstəlik mənə niyə gəldi, çıxdı. Yəni psixomatikaya getsək, deməli bunun kökündə hansısa bir səbəblər var ki, bu gün bu xəstəlik mənə gəlib. Xəstəliyi ümumiyyətlə lazımdır xoş qarşılamaq. Xoş qarşılayarıqsa əlbəttə ki, onun nəticəsi də yaxşı olar. Əgər neqativ qarşılayarıqsa ki, bu nə idi, niyə mən xəstələnməliyəm, ölüm qorxusu yaranarsa, əlbəttə ki, bu insana artıq digər dünyaya sövq eləyər də, onun fikirləri, neqativ düşüncələri. Ona görə də lazımdır hər zaman insan xəstələnərsə, hər hansı bir narahatçılıq baş verərsə, onun kökünü tapmaq. O necə də Zigmund Freud demişdi ki, bugün çəkdiyimiz xəstəliklərin səbəbi keçmişdə çəkdiyimiz əziyyətlərin nəticəsidir. Buna görə və insanlar çox zaman diqqətli olmalıdırlar. Məsələn, belə bir dahilərdən yenə sitat gətirim ki, deyir, xəstəlik sağalar, xəstələr sağalmaz. Yəni bu hər bir şey düşüncədən asılıdır ki, insanlar öz düşüncələrinə düzgün yönləndirsinlər. Çünki Allah bizə bu zehni veribsə, əlbəttə ki, biz ruhumuzu incitməmək haqqımız var. Allah bizi yaradıbsa, demək ki, bizim bu həyatı xoş görməmək haqqımız yoxdur. İnsan həyatda nəyisə xoşbəxtliyini görürsə və yaxud ona neqativ yanaşırsa, onun öz səhvidir. Lazımdır ki, gözəllikləri görmək. İnsan daxili sülhünü yaradarsa, daxili dünyası yaxşı olarsa, əlbəttə ki, ətrafda hər şey gözəl görəcək və ətrafdan özü enerji ötürdüyü qədər ətrafdan da enerji ona gələcək. Təşəkkür edirəm. Hörmətli tamaşaçılar, bugünkü qonağımız psixoloq, pedaqoq Mənsurə xanım Qəhrəmanova, uşaq inkişaf mütəxəssisi. Sağlamlıq imkanları məhdud uşaqlar üçün Respublika Xüsusi İnternet Məktəbi Autizm İnkişaf və Psixologiya Mərkəzinin əməkdaşı.